Demək olar biz 11-ci sinif sınağını işləmişik. Qrammatikanı sürətli şəkildə başa salım. Demək, başlayırıq 7-ci sualdan. Temza çayın adıdır deyə mütləq şəkildə onun qarşısına Z olacaq. Longest sifətinin üstünlük dərəcəsində deyə mütləq Z olacaq. England ölkə adı deyə qətiyyən artikel verməyəcək. Burada ən çox uşaqları çaşdıran North Sea-dir. Biz demişik ki east, west, north, bir də south. Bunlar balaca hərflə yazılırsa Z olur, amma böyük hərflə yazılırsa Z olmur. Amma biz burada məkanı bildirəndə söhbət gedir. Burada məkanı bildirmir, burada şimal dənizidir. Yəni dənizin adıdırsa mütləq şəkildə onun qarşısına Z verməlisiniz. Ona görə düzgün cavabımız Y variantı qalır. Çünki North Sea yazı saxlayın ki, şimal dənizi deməkdir uşaqlar. Qütbü bildirmir burada. 8-ci sualda United States-in qabağında mütləq şəkildə bilirsiniz ki, Z var. Ona görə variantlardan D-ni çıxırıq. Great Britain ölkə adı deyə onun qarşısına article olmayacaq deyə A variantı çıxır və qalırsınız B, Y arasında. Və baxıram Charles Dickens məşhur bir yazıcıdır. Yazıcı söz təkdədir, sayıla bilən isimdir. Təkdə olan və sayıla bilən isimlərin qarşısına mütləq article işlənməlidir. B variantı doğru cavabdır. 9-cu suala baxıram ki, apostrof S-dən sonra mütləq isim gəlməlidir. Variantlarda baxıram ki, A variantında ümumiyyətlə yazı saxlayan ki, yəni həmişə iki isim arasında olur. Məsələn, what isim deyil axı. Ona görə sual əvəzi idi, o çıxdı. B variantı saxlayıram. B variantı barmaq qaydasıdır uşaqlar. Apostrofu barmağımla tuturam. A-N article-dan sonra həmişə demişik təkdə olan isim gəlir. Ona görə B variantı doğrudur. C variantına team toplayır ştamplar. Bu səhvdir çünki feil gəlir. D variantında Jane cavab verdi bütün suallara doğru. Bu da feildir. Brian iştirak edəcək maraqlı yarışda. Bu da feildir. Ona görə götürmürük. 10-cu sualda derivative nouns deyir. Derivative noun düzəltmə isim deməkdir. Düzəltmə isimlər də demişdik ki, görürsünüz burada sizi shiplə vurmağa çalışır ki, əgər shipi tez görüb düzəltmə isim kimi götürəsiniz. Amma belə deyil də. Biz demişdik ki, battleship, spaceship, warship, bir də yadımdan çıxdı biri. Demək, onlar mürəkkəb isimlərdir. Məsələn, bu mürəkkəbdir. Sonra firework mürəkkəbdir. Cavab 2, 4, 5 qalır. Çox sadə idi. 11-ci sualda isə plural istəyir bizdən. Politics-lə drought şaşkı deməkdir uşaqlar. Şaşkı həmişə təkdə olan sözdür. Politics sonu icisi ilə bitdiyinə görə o həmişə təkdə olur. Çünki fən adları sayıla bilmir, təkdədir. Linguistik də fən adıdır, gymnastik, economics də fən adıdır, athletics də. Cavabımız ona görə Y variantı qalır. 12-ci sualda a cup of tea olur, in the morning olur. Bu lap halva sualı idi. In the morning, in the afternoon, in the evening bu formada olur. 13-cü sualda sportsman flight bir düzdür. Mr. Brown's coming in a day's time 2 də düzdür. 3-cü sualda apostrofesindən sonra isim gəlməlidir və ümumiyyətlə yəri hal iki isim arasında olmalıdır. Policeman apostrof S-lə işlənməlidir. 5-də isə düşünürəm ki, burada biraz səhvlik var. Yəqin ki, Z varsa demək familiyanı bildirir. Familiya bildirirsə S apostrof olmalıdır. Buna görə səhvdir. Çünki başqa variant da götürməyə onsuz da götürə bilmirik. Və 14-cü sualda bir şey yadda saxlayırsınız ki, peşələr həmişə EN article-dan verir. Məsələn, mən müəlliməyəm. I am a teacher. Sən şagirdsən. You are a student. Mən deyir ki, mənim qardaşım pilotdur. My brother is a pilot. Sonra onun maraqlı işi var. He has got an interesting job. Uşaqlar deyirlər ki, job sayılır ki, müəllimə. Bəli, uşaqlar. Yadda saxlayın ki, work iş mənasında sayılmır, amma job iş mənasında sayılır. Ona görə düzgün cavabımız C variantı qalır. 15-ci sualda uncountable nouns deyir. Dəniz, pool, park. Pool hovuzdur, necə sayılmasın ki? Ona görə bunlar hamısı sayılan isimlərdir. B variantı doğru cavabdır. Freedom, azadlıq sayılmır. History, tarix sayılmır. Darkness, qaranlıq sayılmır. Çünki mücərrət məna bildirir. C variantında pear, armud, answer cavab. Sonra match, elə match deməkdir. Y variantında isə wind, külək. Bunlar sayıla bilən isimlərdir deyə düzgün cavabımız B variantı qalır. 16-cı sualda FU-dan sonra cəm isim gəlməlidir. Bir doğrudur. FU, pairs of trousers. A little furniture shops. Biz bilirik ki, bu tip testlərdə furniture, mebel, shop isə mağaza deməkdir. Mebel mağazalar deyəndə bizim əsas sözümüz mağaza götürülür və a little-dan işlənə bilməz deyə 2 yanlışdır. 3-cüdə doğrudur. A few pairs of shoes. 4-də isə a little-dan sonra cəm isim gələ bilməz və düzgün cavabımız 1, 3-dür. 17-ci sualda minutes cəmdədir. Cəmdədirsə avtomatik olaraq little-la match çıxıram. Sonra question sözü cəmdədirsə başqa çıxacaq variant a little-ı çıxıram. 3-cü sözüm isə information sayıla bilməyən isimdirsə, o qətiyyən few ilə işlənə bilməz. Ona görə düzgün cavabım elə B variantıdır. 18-də isə sizdən incorrect istəyir. Incorrect yanlış deməkdir. Biz də bilirik ki, very ancaq few, bir də little-la işlənir. Ona görə düzgün cavabımız C variantıdır. 19-cu sualda kökündən dəyişən cəm isimlərlə təki
cəmi olan isimlərin gəliyi halı apostrof S-lə işlənir. Ona görə B və D variantları çıxır gedir bizdən və biz bilirik ki, children sözü cəmdədirsə, işarə əvəzliyi zisdən zətdən sonra tək isim gəlməlidir. Düzgün cavabımız Y variantı qalır. 20-ci sualda Caucasus Qafqaz dağları deməkdir və cəmdə olduğuna görə dağ silsiləsini bildirdiyinə görə mütləq şəkildə onun qarşısına Z artiklı verməlisiniz. B və A variantı arasında qalırsınız. Mostun qaydasını yadıma salıram ki, mostdan sonra isim gəlirsə, orada artikl verilmirdi, amma mostdan sonra sifət gəlirdisə, orada artikl olurdu. Ona görə isim gəldiyinə görə, əksər mənasını daşıdığına görə biz orada artikl vermirik. 21-ci sualda simple noun istəyir. Happiness, whiteboard. Whiteboard mürəkkəbdir, happiness düzəltmə sözdür. Servant, service sözündən yaranıb düzəltmədir. Actress düzəltmədir. Student, study sözündən yaranıb düzəltmədir. Actor düzəltmədir. Cavabımız A variantı qalır. 22-də isə compound istəyir məndən. Compound mürəkkəb sözdür, iki sözün birləşməsindən yaranmalıdır. D variantı doğru cavabdır. Dom şəkilçisi var, tion şəkilçisi var, men şəkilçisi var. Seashore mürəkkəbdir, amma meadow sadə sözdür deyə D variantı doğru cavabdır. Vetla Pound bu məşhur buddizm monastırıdır. Xanjabanaru vilayətində Taylandda yerləşir. O məşhurdur təbii ətraf mühiti ilə və sülh atmosferi ilə və vəhşi həyatı ilə. Bu monastırdır, əsası qoyulub Lunga Maha tərəfindən. Buyur. Olar oturum burada. Yox, olmaz. Koridorda. Mən video çəkirəm. Qapını bağla da xahiş edirəm. Bəli. Vay. Demək, deyir ki, bu monastır əsası qoyulub Lunga Mahabua tərəfindən və o hörmətli monastırdır. Monastır bilirsiniz nədir? O monastır deyəndə rahibdir. Rahiblər adətən monastırlarda otururlar. Onlar heç vaxt evlənmirlər, subay qalırlar. Yəni ancaq dinlə məşğul olurlar. Yəni pak insanlar sayılırlar da onlar. Yəni monk rahib deməkdir ki, onlarda da olur qəribə cür papaqları, geyimləri olur onların. Nəysə, odur ki, yəni həmin bu kişi də bu ki monastırın əsasını qoymuşdu. O çox hörmətli bir rahib idi və o bir təşkilat yaratmaq istəyirdi. Institution təşkilat deməkdir ki, orada hər kəs nə edə bilər? Mediasiya edə bilər, öyrənə bilər buddizm haqqında da. Səyahətçilər də normalda deyir bura bu gözəl mənzərə, meşə mənzərəsindən zövq almaq üçün gəlirdilər. Sülh və mənəvi mühitdən zövq almaq üçün gəlirdilər. Nəysə, belə bir şey. Və deyir ki, monastır həmçinin Tiger Temple da adlanır. Tiger Temple nədir? Tiger pələng deməkdir, temple isə məbəd deməkdir. Yəni bura pələng məbədi də deyirlər. Görürsən niyə? Çünki deyir monastırlar, burada olan monklar da, rahiblər burada yetim qalmış tigerləri yetişdirilmişlər. Yəni pələng balalarında kim ki yetim qalıb, onları tapırmışlar, bu məbəddə yetişdirilmişlər. Turistlər də gəlib bu elə bir ki pələngləri daha yaxından görə bilirmişlər və onlara şəkil çəkdirə falan, click pictures şəkillərini tıklaya bilirmişlər. Və deyir, böyük sayda turistlər bütün dünyadan gəlirmişlər ki, bu unikal təcrübəni yaşasınlar. Pələnglər Tay hökumətindən köçürüldü 2016-cı ildə. Çünki artıq heyvanların sağlığı təhlükəsizliyi ilə bağlı olan qurum narahatçılıq oldu da, yəni. Ona görə dedilər ki, Rekut Tigerləri təbiətin özünə qaytaraq. Və sonra deyir ki, today, bugün də, yəni bu monastır, adını çəkmək istəmirəm, davam eləyir öz funksiyasını ki, hardakı rahiblər nə edirlər? İndi bu reside sözü çox vacib sözdür uşaqlar, yaşamaq deməkdir, live sözünə sinonimdir. Study, yəni deyir ki, hələ də bu monastır davam eləyir də, rahiblər burada yaşayırlar, öyrənirlər, məşq edirlər mediasiyanı və deyir bu yer davam eləyir, insanlar tərəfindən tez-tez gələn, görülən yerdir və insanlar öyrənirlər buddizm haqqında burada və meşədə qalırlar və başqa heyvanlar burada müşahidə edirlər. Deer maraldır, bird isə quş deməkdir. Deyir, ən vacib kültürel və mənəvi bir yerdir və amma deyir buna baxmayaraq tigerlər daha burada yaşamır. Demək biz 3 dənə yaşamaq sözünü bilirik. Inhabit yaşamaq, reside yaşamaq, bir də live yaşamaq. 23-cü tekstdə bizə deyir ki, tekst nə haqqındadır? Tekst nə haqqında olacaq uşaqlar? A variantında deyir ki, Taylanddakı pələnglərin tarixi. Axı biz elə şey danışmadıq. B variantında deyir ki, monastırın mediasiya və vəhşi həyatı. B variantı olar. C variantında deyir ki, Bangkokda rahiblərin bir günü.
Mən bilmədim axı neçədə dururlar, neçədə yatırlar. Mən elə bir məlumat almadım. D variantında deyir ki, Tay hökumətinin siyasi heyvanlar üzərində qorunması falan, yəni dəxilsizdir. Y variantında isə deyir ki, Taylandda olan tigrların gəliri və təhlükələri dəxilsizdir. B variantıdır. 24-cü sualda deyir ki, hansı sualın cavabı yoxdur? Əlbəttə ki, biz bilmədik ki, bura exact number, yəni dəqiq sayda neçə dənə turist gəlir də hər il. Yəni onun sayını bizə demədilər. 25-də deyir ki, niyə bura Tiger Temple deyirlər? Çünki burada yetim qalmış tigerləri yetişdirirlər. Ona görə 26-da incorrect, səhv istəyir məndən. Mən də baxıram ki, C variantında deyir ki, monastır 2016-cı ildən sonra dağıdıldı. 2016-cı ildə dağılmadı. 2016-cı ildə gəlib buradan pərəkləri apardılar da o tiger balalarını. 27-ci sualda isə sadəcə tamamla testidir. Tamamla testində nə edəcəksiniz? Demək, baxırsınız ki, burada eyni cümlədir. Bu cümləni sadəcə where monks reside, study and practice mediation. Bu cümləni dəyişməliyik. Reside-in yerinə uşaqlar live yaza bilərik. İki söz dəyişməliyik axı orada. Study-in yerinə də educate verə bilərik məsələn. 28-də an organization deyir, bir təşkilatdır. Təşkilat mənasını verən sadəcə burada institution sözdür. Ona görə buraya yazacağıq institution. 29-da isə beautiful sözünə yazacağıq picturesque. 30-da isə bizim esseyimizdir. Ümid edirəm ki, hamınız mənə essey yazıb atacaqsınız WhatsApp vasitəsilə, mən də yoxlayacağam.